Elə başlayaq. Xumar xanıma da məlumat verdim. Bir dəqiqə. Sən qoşulsa qoşular. Demək uşaqlar, bu günləri biz sizlə funksiyalara başlayırıq. Funksiyalar deyəndə ağlımıza çox şey gələ bilər Pythonda. Yəni bizim məsələn görəcəyimiz, işlədəcəyimiz, məsələn ilk dediyimiz funksiyalardan biri printdir. Metodlar məsələn ağlımıza gələ bilər. Onlar da bir funksiyadır. Məsələn əlavə etmə funksiyası, silmə funksiyası, sayma və s. bu tip. Nə bilim, sonra klass anlayışını eşitmişik sizlə, sinif anlayışı, yəni funksiyalar toplusu, yığımı və böyük bir proqram yaranır o şəkildə bizə. Bəs funksiyalar ümumi olaraq nədir? Biz funksiyaları öyrənməmişdən qabaq birincisi metod anlayışını yaxşı bilməliyik ki, funksiyanın nə işə yaradığını öyrənək. Məsələn, beləsinə bir siyahı yaradıram sizlə. 1, 2, 3. Tez-tez danışın ki, elə mən eşidim sizi. Eşidirik sizi. Hə, tamam. Məsələn, belə bir siyahı yaratdıq və bunun tipinə baxanda, məsələn, bizə belə bir şey çıxır ki, bu class lists. Yəni, bir dənə böyük bir klass var və klassın adı listdir, siyahıdır. Və mən bayaq dedim ki, klass bəs nədir? Klassın içində çoxlu funksiyalar olur. Çoxlu, məsələn, deflər var, məsələn, yaradılıb orada. Həmin o funksiyalara biz hardan baxa bilirik? A-ya gəlib nöqtə qoyuruq. Burada qarşımıza çıxan, qarşısında M hərfi, yəni metod yazısı olanlar. Bax, bunlar ki var. Bunlar hamısı orada tək-tək yaradılmış funksiyalardır. Biz modullar keçəndə, öz modulumuzu yaradanda bunu daha yaxşı başa düşəcəyik. Sən bir metod yaratmaq istəyirsənsə, bir funksiya yaratmalısan. Bax, bu funksiyadır. Burada ya sən parametr verəcəksən, ya da ki, verməyəcəksən, yaxud da bir neçə parametr verəcəksən. Bax, bunların hamısını funksiyalarda öyrənəcəyik. Bu demək A klassından, yəni A listin siyahısından sən append funksiyasını, yəni metodunu çağırırsan və bu işə düşür. Yəni funksiya bax bu işlərə yarayır. Məsələn, fikirləşərsiniz ki, funksiya nə işə yarayır? Funksiya məsələn bir yaranma səbəbi bax budur. İkinci səbəb funksiya belə deyək, səliqəli şəkildə strukturlaşdırır kodu. Məsələn, təkrar yazılan kodlar ola bilər. Dəqiqə kimi oxumaq istəyirəm. Hə. Təkrar məsələn yazılan proqramlar ola bilər, kodlar ola bilər ki, hansı ki sən ondan təkrar istifadə edəcəksən. Bax, onları məsələn bir proqram şəklində məsələn salmaq üçün funksiyalardan istifadə edə bilərsən. Sonra məsələn dediyim kimi modullarda bunu istifadə edirlər, kodun strukturlaşdırılmasında istifadə edirlər. Belə yəni bunlardan biz istifadə edirik. Başqa heç nə. Yəqin ki, belə yəni funksiya deyəndə ağlınızda nə canlanır? Təxmin edə bilirsiniz. Bu funksiyanı biz yazmaq üçün def açarından istifadə edirik. Salam, hər vaxtınız xeyir olsun. Def açarından istifadə edirik. Bunu da yəqin ki, bilirik biz. Və bunun köməyi ilə biz öz funksiyamızı yaradırıq və funksiyanın gövdəsinə də lazım olan kodu yazırıq. Kimin funksiya haqqında ümumiyyətlə məlumatı yoxdur. Kiminsə var, yəni belə bilmək istəyirəm. Belə biliyim var, yəni deflə filan yaranır, amma tam yaxşı deyil də biliyim. Ona qədər. Bu da deyil. Aha, Vaqif, bəs səndə necə? Hazırda nə keçmişik, yəni o qədər bilirəm. Hələ yəni ümumi belə anlayış kimi ən azından anlayış var, amma hə, tamam. Yəni bu əsas məsələ budur ki, onsuz yəni belə ümumiyyətlə defi tanımasaz belə, onsuz siz burada öyrənəcəksiniz ki, def nə işə yarayır, nə üçündür. Ondan arxayın olun. Defi yaratdı, gəlin sizə məsələn strukturu göstərim. Burada bir dənə funksiya adı olacaq. Funksiya adından sonra mötərizə olmalıdır. Bax, bu eyniliyi də bu şəkildə salırsan. Qoşa nöqtə qoyursan ki, yəni sənin funksiyanın gövdəsi başlayır. Keçirsən növbəti sətrə. İndentasiyaya burada diqqət edirsən. Hə. Burada qırmızı xəttin qoymalı, çünki hələ tamamlamamışsan, ona görədir.
Qoşa nöqtəni qoydum. Məsələn, burada icra ediləcək bir kodu yazacaqsan ki, buradan məsələn nə icra olunsun? Məsələn, biz yazaq ki, print funksiya icra olunur. Belə bir məsələn bir şey yazaq. İndi mən gəlib proqramı çalışdırsam, görürsüz ki, heç bir nəticə yoxdur. Sən burada bir dənə metod yaratmısan, amma halbuki bu metoddan istifadə eləmirsən və o istifadə eləmirsən, son metod elə yerində qalır. Kompüteri yormur da. Ki, yəni burada belə deyək, mürəkkəb zaman müddəti məsələn götürsün oradan və yaxud da hər hansısa bir yaddaş hissəsini tutsun. Yəni bunu belə deyək yormur. Sən hasan ki funksiyanın adını yazıb onu çağıracaqsan, onda onun belə deyək gövdəsi icra olunacaq və nəticə nədirsə ekranda görünəcək. Ola bilər ki, nəticəsi ekranda görünməsin. Yəni məsələn burada hesablama olsun və hesablamanın nəticəsini də returnla verəsən. İndi return haqqında da danışacağam. Burada görünməyə bilər. Burada görünmə səbəbi biz bunu printlə verməyimiz başqa bir şey deyil. Yəni burada print olmasa, hər hansısa bir başqa bir şey də olsa, o kod yenə də icra olunacaq. O funksiya yenə də çağırılacaq. Yəni sən bunu bu şəkildə yazsan, onun icra olunmağını istəyirsənsə, qısaca mütləqdir ki, onu adı ilə çağırasan və adından sonra da mötərizəsini qoyasan. Bu sənin funksiyanın belə deyə giriş hissəsi. Bu sənin funksiyanın strukturudur. Yəni funksiya strukturu belədir. Burada məsələn nəsə sual var hələ ki? Xeyr, mən. Aydındır. Tamam. Məsələn bir dənə sadə bir funksiya yaradaq. Məsələn salamlamaq funksiyası. Salamlamaq funksiyası yaradıram. Ki mənim məsələn proqramımdır. Mən bunu çağıranda kimsə salamlasın. Lap istəsən özündən əlavə şeylər eləyə bilərsən. Biz elə xırdasını məsələn yaradırıq. Print məsələn salam dünya deyə bir şey eləsin. Всё. Və mən funksiyanı çağırmaq istəyirəm. Funksiyanı çağırdığıma görə nəticəsi də ekranda çap olacaq və salam dünya ekrana gələcək. Nə bilim bunu lap 5-ə vurub 5 dəfə də çağıra biləcəyik. Bu da belə. Yəni bu xırda bir nümunədir. Bunu da başa düşdük. Def açar sözümüzdən istifadə edirik. Qəşəng, aydın olsun. Sonra funksiyamızın adını yazırıq. Funksiyanın bitdiyi məsəl üçün, yəni başlanğıc hissəsinin bitdiyin, gövdəsinin isə başladığın qoşu nöqtə ilə bildiririk. Necə ki, if else eləyirik, for eləyirik və s. dövr operatorlarında. Burada da həmçinin o şeyə diqqət etməliyik, yoxsa xəta olacaq. Sonra indentasiyaya diqqət edib bitap boşluğunda funksiyanın gövdəsi yazırıq. Yəni nə icra olunacaq, nə qalacaq. Funksiyanın gövdəsində sən burada bunu da yaza bilərsən ki, məsələn A-nın 5 olduğun bu funksiya icra olunduqda sən biləsən. Məsələn, print A eləyəndə dəqiqə açdım. Sən onun 5 olduğunu görəsən. Amma sən burada gəlib print A eləsən, görməyəcəksən onu. Çünki sən orada print A-nı təyin eləməmsən. Xəta verir. Deyir ki, təyin olunmayıb. Not definite. Def yəni o həmin o define var ya, bu təyin eləmək söhbəti. Onun qısaldılmasıdır. Name is not definite odur ki, A adında bir dəyişən təyin olunmayıb. Name error verir. Yəni ki, belə bir adda heç nə yoxdur. Bax, çünki sən burada funksiyanı çağırmamısan. Sən funksiyanı çağırandan sonra artıq A deyə bir şey var ki, sən o A-dan istifadə edə bilirsən. Burada biz istifadə edə bilmirik, çünki funksiyada qlobal lokal dəyişən anlayışı var. Oldu, çox sağ olun. Səid iştirak eləməyib, özü ilə dialoqa saxlaya bilmədi, yəqin ki, nəsə işi var. Rekorddan izləyəcək videonu. Hə, burada məsələn istifadə edə bilmirik. Onu da istifadə eləməyi sizlə zamanla öyrənəcəyik. Qlobal lokal söhbətlərdə arxayın olun. Hələ ki bizə lazım olan isə bax budur. A-nı biz burada təyin elədik və funksiyanın gövdəsində biz A-dan istifadə edə bilərik. A-nı məsələn toplaya bilərik, çıxa bilərik və sair məsələn əməliyyatlar eləyə bilərik. Yəni burada nə elədi? A-nın üzərinə 5-i gəldi və 5-in üzərinə 5 10 elədi. Bu da belə. Bunu başa düşdük hələ ki bu hissəni. Qlobal lokal ələ keçməyə. Bəli. Tamam. Yəni bunu da başa düşdüksə, yavaş-yavaş məsələn keçək. Funksiyanın burada mən məsələn strukturunu yazmışam. Gəlin burada bir dənə də şey qeyd edeyim. Bu mötərizənin içərisində parametrlər ola bilər.
Məsələn, parametr 1, nə bilim, parametr 2. Hər hansısa bir şeydə nöqtə-nöqtə qoyuram bura. Qoya bilsəm, hə. Yəni burada məsələn vergüllə ayrılmış parametrlər olacaq. Bu vergül də yazın. X atıram, hə nəsə. Burada parametrlər olur. Hansı ki, həmin parametrləri sən unutmamalısan. Sən haçan ki funksiyanı çağıracaqsan, həmin parametrlərə qiymət vermək sənin bir borc olacaq sənin üçün. Bu, yəni funksiya strukturunda bunu nəzərinizdə saxlayın. Parametrsiz funksiyalar olur. Necə ki, məsələn burada yazmışıq parametrsiz funksiyalar. Amma yəni standart strukturu budur ki, yəni funksiyanın adı olur, onun mötərizəsində parametrlər üçün yerdir. Gövdəsində sən nə bilim icra olunacaq kodu yazacaqsan, nəticədə də dediyimiz belə deyək, funksiyanın adını çağıracaqsan, sonra da parametrləri qeyd edib işləməsi üçün şərait yaradacaqsan. Məsələn, gəlin bir dənə parametrli bir funksiya yazaq sizinlə. Def məsələn topla adında bir funksiya yarazıram. Məsələn, A virgül B. Məsələn, cəm olsun A plus B. A plus B. Olsun. Printdəki cəm olsun. Gəlirəm burada toplanı məsələn çağırıram. Bu şəkildə çağırsam xəta verəcək. Yəni deyir ki, A ilə B yoxdur ki, sən orada onu toplayasan. A ilə B-ni daxil eləməyim üçün mənə burada öz iş göstəriş verəcək. Məsələn, mən sicanın simgəsini gətirib qoysam bura. Bircə dəqiqə gəlin bunu lap təzədən yazaq. Hə. Burada deyir ki, A ilə B-ni məsələn daxil elə. O burada A-nı qaralayıb. Deyir, məsələn, A-nı daxil elə. Deyirəm 10. Vergül qoyandan sonra B-ni qaraladı. B-ni də daxil edirəm. Məsələn, 5. Burada nə olacaq? 10 A-nın qiyməti olacaq. 5 B-nin qiyməti olacaq. Və funksiyanın daxilində belə bir vəziyyət olacaq. A bərabər 10, B bərabər 5. Necə ki, mən burada yazmışdım. A bərabər 5. Bu A-nı burada atıb burada daxil eləmək olardı. Sən elə bil ki, bu prosesi parametr verməklə burada tamamladın. Bu da belə. Sən bu funksiyanın parametrlərindən ancaq bu funksiyada istifadə edə bilərsən. Başqa funksiyada sadəcə mənimsədimə aparıb orada qlobal lokala çevirməklə istifadə edirsən. O biraz uzun məsələlərdir. Amma sən bunu bil ki, bu parametr sadəcə bu funksiyaya aiddir. Əsas məsələdir. Yəni burada sən bundan istifadə edirsən. Amma bu funksiyadan başqa funksiyanın daxilində istifadə edə bilərsən. Necə ki, biz metodları istifadə edirik. Bu da belə. Bunu başa düşdük. Məsələn, cavabın 15 verdi. Burada vurma qoysam, məsələn, 50 verəcək. Aydındır bu? Bəli. Və burada mənimsətməyə diqqət edin. Burada birinci nəyi daxil edirəmsə, birinci parametrə, ikinci nəyi daxil edirəmsə, ikinci parametrə bərabər olacaq. Bu da mütləqdir. Bunu da məsələn nəzərinizdə saxlayın. Xüsusi mənimsətməli məsələn funksiyalar var. O necədir? Məsələn, def ad adında bir funksiya yazıram. Buraya yazıram ki, ad olmasın, yaxşı name qoyaq. Name bərabərdir. Name bərabərdir. Məsələn, Turan. Qoydum, vergül qoyuram. Print deyirəm ki, salam, məsələn, filan kəs. Ad yox, bircə dəqiqə. Name. Mən çaşdırmışdım. Salam, filan kəs. Birinci, məsələn, ad funksiyasını çağırıram. Sonra da. Gəlin də bunu məsələn çağıram. Bunu çağıranda, təbii ki, yəni burada name'in Turan olduğunu bildirmişik deyə, salam Turan gələcək ekrana. Bu şəkildə məsələn gəlir. Artıq sən buna burada dəyişib belə deyək, parametr verməyə deyilsən, məcbur deyilsən. Amma verə bilərsən. Necə verəcəksən? Gələcəksən bu şəkildə verəcəksən. Adı yazacaqsan. Burada deyir ki, name'i məsələn daxil elə. Burada deyir Turandır. Default standartı məsələn Turandır. Məsələn mən bunu deyirəm Vaqif. Bir də bu şəkildə məsələn çalışdırıram. Salam Turan, salam Vaqif. Adı məsələn bu şəkildə dəyişdim parametrin, qiymətin. Bu da belə. Aydındır? Bəli. Sən məsələn fikirləşərsən ki,
Mən burada 15 vermişəm. İstəyirəm ki, bu 10B-yə bərabər olsun, 5A-ya bərabər olsun. Sən öncə onda bilsən necə eləyəcəksən. Yəni gələcəksən bura A-nı məsələn 5 eləyəcəksən. A-nı 5 elədiyinə görə məcbursan ki, B-ni də daxil eləyəsən. Fikirləşmə ki, mən bura gələndə mənə desin ki, B-ni daxil elə bura. Nə bilim, 6. Görsən, yəni xətalı qalır hələ də. Olmayacaq beləsinə. Bu şəkildə məsələn yazılış düzgün deyil. Sən mütləq ki, bura B-ni daxil eləməlisən. Yəni ayrılıqda daxil eləmək istəyirsənsə, sıralama olmasın deyə istəyirsənsə, bu şəkildə elə. Bu da məsələn 15-i məsələn burada bizim üçün verir. Lap 11 eləyək bunu. Fərqli nəticə. Bu da 11. Bu xüsusi mənimsətmələrdir. Xüsusi mənimsətmə eləyəndə biləcəyimiz qayda odur ki, sən burada qiymət verməyə məcbur deyilsən. Sadəcə dəyişiklik eləyəndə verəcəksən. Parametr hissəsində nə qiymət verəcəksənsə default standartı da odur. Sən gəlin mən buradan A bərabər 11 edeyim və belə çalışdırım. 22-ni görürəm. Artıq mən buradan A-nı B-ni dəyişmək istəyirəmsə, bununla eləyəcəm defaultu. Və yaxud ikisini bir yerdə dəyişə bilərəm. Məcbur deyiləm, amma istəsəm eləyə bilirəm. Sənin 15. 26. Yəni bu dəyərlər əvvəl məsələn A-nı ilə 5, B-ni 11 eləmişdin. Sonra da bir dənə vergül atıb bunları məsələn yazmış olursan, füsyo. Bu da belə. Bu hissəni başa düşdük, mənimsətmə söhbətlərini. Burada kiminlə sual var? Aydındır mən. Tamam. Bu dənə bu hissələrə də diqqət edin ki, yəni belə funksiyalarda problemimiz çıxmasın. Bir də returndan funksiya istifadəsi var. Bu nə deməkdir? Yəni return bizim nə işimizə yarayır? Return haqqında yəqin ki, eşitmisiniz. Bu dəyər qaytarmaq deməkdir. Yəni funksiyaya dəyəri qaytarır. Məsələn, sən deyək ki, toplu adında bir kalkulyator yaradımsan və kalkulyatorun toplu adında bir funksiyası var. Topla funksiyasının nəticəsi sənin əgər toplama əməliyyatının nəticəsidirsə, həmin o topla funksiyasında sən returnla istifadə edirsən, printdən də eləyə bilərsən, amma returnla istifadə edirsən ki, bu konkret həmin funksiyada nə qiymət almısansa, o topla funksiyası ki var, metod, ona bərabər olsun. Yəni mən həmin o topla funksiyasını çağıranda returndakı alınan nəticəni görüm. Sırf mənim print elədiyimi yox. Necə baxaq? Məsələn, belə. Deyək ki, məsələn, def kvadratı yüksəltmədən götürək. Bura atıram, məsələn, x. Verək ki, return x. Return yazılışı da bu şəkildədir. Return yazırsan, qarşısında, məsələn, printdə necədir? Printdə yazırsan, mötərizə qoyursan. Mötərizənin daxilində nə yazın, yazın. Returnda amma yazırsan, qarşısında yazırsan. String də yazsın, dırnaq qoyub belə qarşısında yazacaqsan, belə. Nə versin? Funksiyanı, bu kvadrat ki var, qıraqda gedib çağıracaqsan, ha. Bax, həmin onun nəticəsi o olacaq. Bu returnda nə yazsın? Bu funksiyanın nəticəsi o olacaq. Bunu biləyən bu şəkildə yadınızda saxlayın. Daha münasibdir bu şəkildə yadda saxlamaq. Məsələn, mən kvadratı yüksəltmə funksiyasından danışıram. Hə, indi mən burada gəlib kvadratı yazsın, məsələn, 10. Bunu yazdım. Gəlin bir də bunu print eləyək. Def kv yazıram. Məsələn, x1 eləyək. Print x1 dəyişənlər dəyişməsin qoy. Qarışmasın. Bir də kvadrat məsələn 10 eləyək. Burada sizcə məsələn mən bunu çalışdırsam bir dənə Mən orada ikincide kıvı yazmalı hə, deyildim. bağışlayın, fikir vermədim. Hə. Elə əslində sizə bir dənə sual verəcəydim, biraz pozmuş oldum. Bu çıxan nəticə bildiz hansının nəticəsidir? Bu 100. Bu funksiyanın nəticəsidir Məncə yoxsa bu? return olanıdır. Return olanın? Məncə. Bəs səncə Vaqif? Yuxarıdan aşağıya olduğuna görə birinci ilə onu hesablayar da. Yəni returnun o. Əslində yanaşma düzdür. Sadəcə əslində bu 100 bunun nəticəsidir. Bu 100 bunun nəticəsidir. Nəyə görə? Ona görə ki, print var burada. Çap etmə var. Mən burada səhv eləmişdim. Kvadrat yazmışdım və gördünüz ki, nəticə çıxmadı. Mən orada özümü yandırdım, amma yenə də palit eləməmişdim. Dedim, heç olmuyor, fikrinizdən çıxar o hissə. Bax, burada bu kv10. Məsələn, mən bunu bir dənə kildə alsam, bu nəticəni görməyəsiniz siz.
Bu printin nəticəsidir. Çünki sən burada konkret çap etməkdən danışırsan. Deyirsən ki, mənim nəticəmi hesabla, həmin return budur. Hesablayır və print eləyir. Yəni burada sənin artıq çap etməyin var. KV 10 yazır. Mən bunu məsələn 20 eləsəm cavab 400 olacaq. Bunun nəticəsi, amma yanaşma düzdür. Təbii ki, yuxarıdan aşağı hesablayır. Buna baxır. Təbii ki, burada birinci defə yox, funksiyanın adına baxacaq. Birinci bu icra olunacaq ki, funksiya çağırılsın. Funksiya çağırılandan sonra gələcək defin sətrinə, həmin funksiyanın def sətrinə başlayacaq onun gövdəsini icra eləməyə. Funksiyanı çağırmasaq biz dedik ki, icra olunmur. Amma halbuki biz burada funksiyanı da çağırmışıq. Burada da çağırmışıq. Demək bu funksiyaların ikisi də icra olunur. Mən gəlib bura print x yazsam, 100-ü görəcəm. Mən burada print x yazsam 100-ü görəcəm. Bircə dəqiqə. Hə. Burada görməyəcəm. İndi deyəcəm bir dəqiqə, izah eləyəcəm. Amma orada mən o x-dan istifadə eləyə bilərəm. Necə istifadə eləyə bilərəm? Baxın. Deyək ki buna. Hələ ki bir dənə o niyə çap olunmadı istədiyiniz deyim, onu da deyəcəm. Başımızı qarışdırmayın. Burada əsas fərq ondan ibarətdir ki, return qiyməti hesablayır. Mən sizə dedim ki, məsələn, kvadrat 10 yazırıq. Məsələn, burada da 10 yazmışıq, qiymət qoyulacaq, hesablanacaq 100. Bu şəkildə belə bir vəziyyət alır. Elə bil ki, sənin burada bir dənə x-in var, y-in var, onun qiyməti 100-dür. Və sən onu print eləməsən, o ekranda çıxmayacaq. Ona görə mütləq sən gəlib onun qarşısına print atmalısan ki, bunun nəticəsi ekranda çıxsın. İndi məsələn, baxın, 100-də çıxdı, 400-də çıxdı. Sən elə bil ki, funksiyanın nəticəsini çıxarmaq üçün funksiyanın özünü çap eləməlisən. Amma burada çap etmək funksiyanın daxilindədir. Funksiyanı çağıranda o çap eləmək icra olunur deyə ekranda nəsə görünməlidir. Amma halbuki burada sən qiyməti yazırsan. Returndan sonra kvadratın belə deyək qiyməti bu alır və onu sən print eləyəndə cavabında əlində olur. Bunu başa düşdük. Sadəcə biz returnla yazılmış funksiyaları print eləsək görərik nəticəsini. Əsas fərq bax budur. Aydındır. Bəli. Yəni bir kəlmə deyə bilərik ki, print olmasa nəticəni görə bilmərik də, belə deyək. Bəli, return olsa olmayacaq. Bir dəqiqə. Qardaşım zəng edirdi. Hə. Bu da belə. Bu da returnun nəticəsidir. Hə, burada bir vəziyyət var ki, mən burada bir şey dedim ki, yəni sən burada x-dan söhbət eləsən, x-in qiyməti 100 olacaq. Amma bir məsələ var ki, sən artıq burada return vermisənsə, dəyər qaytarılıb deyə, yəni bu funksiyanın konkret nəticəsi həmin qiymətdir. Yəni 100 olacaq. Yəni məsələn bura məsələn 15 yazsam 225 olacaq. Funksiya artıq konkret bir nəticəni daşıyır. Artıq bir əməliyyatın bir cavabıdır sənin üçün. Returnla vermisən, dəyəri qaytarıb artıq sənin üçün. Amma burada o rolu daşımır. Burada sən funksiyanın daxilində fərqli əməliyyatlar eləyə bilirsən. Yəni burada da məsələn bunu yazaq. Məsələn funksiyanı çağırdım, printi icra olundu. Burada print var deyə məsələn icra olunur. Ekrana çıxır. Sonra return x kvadrat səhidində yazın. İcra olundu və return x kvadrat görsən ki, funksiyanı çağırdım. Funksiyanı çağırandan sonra onun nəticəsini görürəm burada. Birinci salam, sonra da return. Çünki hesablama bundan sonra gəlir. Gəlin bunu belə eləyək. Sizlə. Görəsiniz məsələn mən nə demək istəyirəm. Görsən funksiya artıq öz nəticəsini alandan sonra bu salama baxmır. Bu printə baxmır. Bundan sonranı icra eləmir. O üçün əsas vacib olan funksiya öz qiymətini. Yəni sən artıq burada funksiyanın bütün işini yekunlaşdırmış olursan. Return, yəni öz dəyərini aldı, fisyo. Konkret olaraq funksiyanın nəticəsi budur. Funksiyanın daxilində başqa nə kod varsa, yəni returndan sonra icra olunmayacaq. Yəni bura qədər icra olunacaq. Bu da belə. Amma printlə nə qədər verirsənsə ver, onun yəni qiyməti qiymətdir. Bunu başa düşdük biz. Biraz məsələn çətin hissə budur returnu ayırd etmək üçün.
Bəli. Burada bir sadə hissə var ki, onu bir dənə başa düşün ki, returnla verilən funksiyanın nəticəsini printlə yazmalısan. Yoxsa ki, görməyəcəksən onu. Bir dənə bunu məsələn bilin. Vsyo. Bu sizə əsas vacib məqamdır ki, lazım olacaq. Mən sizə bir hissə göstərəcəkdim. Biraz nəzərimdən çıxdı. Nə ilə bağlı olduğu. Returnla bağlı bir məsələ misal göstərmək istəyirdim sizə. Necəsə fikrimdən çıxdı. Mən nə deyəcəkdim? Demək. Gəlin buradan printi silək. Burada printi sildik. Bu mötərizəni silməliyik. Mən istəyirəm ki, bu return əvvəlinə bir dənə print ataq. Salam. Cəbəyə gözləri tıkaya başım. Gəlin bir dənə çalışdıraq proqramı. Və burada görürük ki, bu salam ekranda görünür. Bu bizə elə o deməkdir ki, amma biz burada nəyi görə bilmirik? 15-in kvadratını görə bilmirik. Gəlin bir dənə bunu mən köldə alıb daha diqqətlə baxaq bu hissəyə. Burada məsələn biz salamı görürük, amma 15-in kvadratını görmürük. Amma məsələn mən bayaq bunu yazmamışdım deyə siz nəticəni görmürdünüz. Bu şəkildə fikirləşərsiniz ki, bu funksiya yəqin icra olunmayıb ki, bunun nəticəsi yoxdur. Amma onu sübut eləmək üçün mən bura print atdım ki, funksiyanın icra olunduğunu siz biləsiniz. Bu funksiyanı mən çağırmasam heç vaxt orada o salam sözünü görməyəcəksiniz. Amma mən burada funksiyanı çağırıramsa, funksiya çağırılandan sonra onun gövdəsi mütləqdir ki, işə düşür. Print salam, ekrana bir dənə salam yazısını göndərir. Sonra funksiya öz qiymətini alır. Yəni əgər lazımdırsa, burada da sən onu print eləyirsən ki, ekranda görünsün. Bu hissəni başa düşdünüz? Vaqif başa düşdün sən? Dəqiq, yəni burada bir sualınız var. Varsa verin, yəni problem yoxdur. Mən sualım olana verirəm. Variant falan, nə bilim. Tamam, return hissəsi ilə də məsələn başa düşdü. Bir funksiyanı məsələn başqa funksiyada çağırmaq olar. Bunu məsələn necə eləyərik? Bir dənə məsələn elə bu funksiyanın özündən danışaq. Bir də məsələn def topla adında funksiya yaradım. Burada da nə edək? Kvadrat x-i çağıraq. Bu da təbii ki, returnla eləyəcəm. Kvadrat x yox, elə x vermişiksə, gəlin belə eləyək. Bura bir dənə y ataq. Buna da həmin y ataq. Məsələn, vurulsun yox, toplamatda toplama 15. Burada bir də return ataq, indi izah edəcəm. Məsələn, mən bir dənə belə bir funksiya yaratmışam. Kvadrat funksiyası həmin o daxil eləyəcəyimiz funksiya üçün həmin o parametr ki var, onun kvadratını yüksəldəcək, funksiyaya mənimsədəcək. Burada da bir dənə toplama funksiyası yaratmışam ki, mən bir parametr verəcəm və həmin parametri kvadrat funksiyasında parametr dəyişən kimi qeyd eləyəcəyik. Bunu mən bura yazan kimi avtomatik bu gedəcək, burada öz hesablamasını yerinə yetirəcək və qiymətini qoyacaq bura. Üstünə də 15 gələcək. Həmin 15-i gələndən sonraki qiymət də toplam nəticəsi olacaq. İndi gəlin ən qaydaq başa. Mən gəlirəm burada print topla funksiyasını yazıram. Mən artıq burada dəyişənə dəyər verəndə x-a verməyəcəm qiyməti, y-ə verəcəm. Y-ə məsələn verirəm 13. Bu 13 burada öz yerini alır. Sonra gəlir bura. Artıq bunun nəticəsi bu şəkildə olur. Kvadrat elə bil ki, məsələn göstərirəm 13 plus 15. Bu şəkildə olur. Bu şəkildə olandan sonra burada bir dənə yüngül pauza yaranır. Həmin pauza ərəfəsində bu gedir 13-ü burada yerinə qoyur və hesablama aparır. Artıq bu funksiyanın qiyməti olur məsələn 169. Pauzadan qayıdır məsələn bura
kvadrat y-in əvəzinə 169 yazır, üstünə 15 gəlir və hesablamanı aparır. Cavab da olur, məsələn, neçə? 184 edir, səhv eləmirəmsə. Bir də məsələn, çalışdıraq görəcək. Bu da 184 edir. Bir funksiyadan, məsələn, növbəti funksiyanın daxilində istifadə elədik. Bunu başa düşdük. Bəli. Yəni, sən Aydın. əsas, məsələn, hansı funksiyanın daxilində istifadə edəcəksənsə, parametri ona verirsən. Sən ona parametri verəndən sonra, elə bil ki, mənim burada verdiyim bu 13 var. Elə bil ki, mən bura y bərabər 13 eləyirəm. Sonra da bu 13-ü gətirib kvadratın yerinə qoyuram. Necə ki, mən burada çağıranda, burada verirdimi bu 13-ü. Həmin bu 13 ilə bu y-in arasında heç bir fərq yoxdur. Burada bunun üçün həmin o 13 dəyərdir, burada isə bunun üçün parametrdir. Amma yenə də bunun üçün dəyər olaraq qalır. Necə? Məsələn, sən bunun parametrini yazırsan, bunun parametrinə dəyər verirsən. Bu məsələn olur 13. Bu 13 artıq bunun üçün də dəyər olur. Kvadrat üçün, yəni bu funksiya üçün dəyər olur. Və dəyər də gedir yerinə parametrin qiymətini alır. Yəni parametrin yerinə qoyulur. Sonra da burada hesablayır və özün doğruldur, nəticəsini göstərir bizim üçün. Bu dəyər parametr məsələsini başa düşdük. Yəni nəyə mənimsədirik, nəyə qoyuruq. Nə olsun ki, məsələn, burada bunun adı y-dir. Bu, bunun üçün parametrdir. Topla funksiyası üçün parametrdir. Kvadrat üçün isə dediyim kimi bir dəyərdir. Amma burada isə x bunun parametridir. Yəni, bu burada yoxdur. Bu da belə. Sonra, məsələn, başqa bir dənə də bölmə, məsələn, funksiyası yaradaq. Bura qədər bir sual var. Kimin nə sual varsa versin. Aydın. Aydın. Topla. Bir də məsələn beyninizi qarışdıraq sizin. Baba artıq burada bir y verməliyəm. Mənə deyir ki, bura məsələn bir dəyər at. Yəni parametr qiymətini alsın. Mən bunu bu şəkildə də eləyə bilərəm. Bura 13 də verə bilərəm. Biraz qarışıqlıq olsun deyə məsələn bura B atsam, buna da B ata bilərəm. Və nə bilim, neynəsin? Bölsün 2-yə. İndi gəlin buradan mən sizə bir də başdan izah edeyim, daha yaxşı başa düşəsiniz. Mən B-yə 10 verdim. Bu B bölmək üçün parametrdir. Mən bu parametrə burada dəyər verirəm. Və burada verdiyim dəyər bu parametrdən götürülür. Elə ki, B bərabər 10 olur. Topla funksiyası üçün də B var, bu. Verdiyim 10 dəyər olur. Yəni qiymət olur. Yəni bunun parametri bunun qiyməti olur. Sonra gəlir bura. Bunun qiyməti idi axı bunun parametri. İndi bunun da qiyməti bunun parametri olacaq. Sonra təzədən gəlir bura. Həmin o qiymət ki var, burada yerinə qoyulacaq və hesablamanı aparacaq. 10 verdim artıq. Məsələn gəldi bu birinci gəlir bura. B məsələn 10 oldu. Toplanın yerinə 10. Burada bir dənə yüngül pauza gəlir. Keçir bu funksiyaya, topla funksiyasını çağırır. Bu y bərabər 13-ü bir dənə yığışdıraq. Y-in yerində 10 oldu. Kvadratın yerinə 10-u qoyur. Burada da bir dənə pauza qoyur və keçir bura. Onu hesablayır, oldu cavab 100. Oldu cavab 100. Təzədən qayıdır bura. Ondan əvvəl verdiyi pauzaya. 100-ün üstünə 15 gəlir, oldu 115. Sonra təzədən qayıdır bura və bölür 2-yə. 115-in də içindəki hardasa 55 dəfə eləyir, səhv eləmirəmsə. 56, 57. Deyəsən, indi elə bir şey olacaq. Baxaq da, 57. Başa düşdük bunu? Bəli, bir də zəhmət olmasa bu təzədən deyə bilərsiniz. O 3-ünə getdiniz, gəldiniz, tuta bilmədimi? Tamam. Həsən, səndə də şeydir, problem yarandı, yoxsa başa düşdün? Başa düşdüm. Pauza söhbətlərin başa düşün. Funksiya sıralamasını başa düşün ki, birinci hansı icra olunacaq. Sən məsələn bölmədəki B-yə 10 verdin. Mən burada sıralamanı yazıram. Bu birinci məsələn sıralamadır, düzdür? Yəni birinci bu icra olunacaq. Burada məsələn interpretatoru fikirləşmə ki, proqram yuxarıdan aşağı gələcək. Proqram düzdür, yuxarıdan aşağı oxuyur. Hansı ki bu hissəni görənə qədər. İlk icra olunacaq hissə çünki buradır. Burada hələ ki icra olunmalı bir şey yoxdur. Sən bunları çağırmalısan ki, icra olunsun.
Funksiyalarda bax fərqi budur. Bunu bir dənə biləndən sonra aydın olacaq. Bunu başa düşdük məsələn. Yəni yuxarıdan aşağı baxsa da belə, sən bu funksiyanı çağırmırsansa icra olunmayacaq. Sən hazırda burada çağırmısan. Hə, burada icra olunacaq. B-ni verdin 10. İlk icra olunacaq əməliyyat əslində hansıdır? Returnda məsələn topla öz parametrinə 10 qiymətini alır. 10 qiymətini alır və üçüncü əməliyyatda toplanın yerinə bir qiymət yaranması üçün topla öz funksiyasına qayıdır. Yəni pauza olur burada. Alır və pauza yazaq məsələn. Bu hissəni məsələn başa düşdün. Topla. Burada B-nin yerində 10 olur elə bil ki. Bu B gəlir bura. Və onu hesablamaq üçün burada bir dənə pauza yaranır, gəlir bura. Topla funksiyasında kvadrat öz parametrinə B-nin artıq burada B yoxdur. Artıq B-nin yerində 10 var. Düzdür? Həmin 10 da Y-in qiyməti olur. Çünki B burada istifadə olunub və bu B-yə nə verəcəksənsə bu gedəcək Y-ə bərabər olacaq. Öz parametrinə, yəni Y-ə 10 qiymətini qoyur və 10 qiymətini qoyur. Nəsə bunu qaydaq 4-cü əməliyyata salaq. 4-cü əməliyyatda həmin topla funksiyasını hesablamaq üçün kvadrat öz parametrinə bunu dedikdə topla funksiya kvadrat öz parametrinə 10 qiymətini qoyur və kvadratı hesablamaq üçün, yəni artıq burada bir pauza yaranır, 10 qiymətini qoyur və pauza. Kvadratın yerinə qiymət yazılması üçün bu öz funksiyasına qayıtmalıdır. Bax bura qayıtmalıdır. Kvadratı hesablamaq üçün öz funksiyasına qayıdır və x parametri 10 qiymətini alır. 5-ci əməliyyatda da x parametri hesablanır. X olur 100. 6-cı əməliyyatda 100 gəlir burada öz yerinə qoyulur və toplama olur və y olur 115. Y yox, kvadrat funksiyası. Kvadrat y olur 115. 7-ci əməliyyatda bir dəqiqə səhv yazdım. Topla y. Kvadrat x-dir. Kvadrat x burada 100 olur. Kvadrat x olur 100. Çünki bunun qiymətini hesabladı. Hə. Biraz adamı çaşdırır o heç. Topla y olur 115. Çünki gəldi burada qiymətin yerinə qoydu, hesabladı. Üstün 15 gəldi. Sonra da gəlir topla y 115 qiymətini bura qoyur. 115-i 2-yə bölür. Edir 57. Və bölmə B-nin də cavabı olur 57. Print də edirsən bölməni və 57-nin nəticəsini görürsən. 7 dənə əməliyyatdan keçir və sıralamaya baxçılan sən. Yenə gəlir məsələn birinci bunu icra eləyir, sonra bunu icra eləyir, sonra bunu icra eləyir və nəticədə printi yazır. İnterpretator sisteminə artıq burada keçir. Amma halbuki hər şey buradan başlamışdı. Sən funksiyanı burada çağırdın deyə. İndi aydın oldu Vaqif? Bəli, indi tam aydındır. Həsən sənə? Aydındır. Aydındır. Tamam. Əsas məsələ yəni bunu məsələn qavramaqdır ki, sən funksiyanı çağıranda o icra olurmu? Yəni o birinci hansına məsələn yönəlir? Bu da belə. Məsələn, sizə bir sadə nümunə göstərim. Kalkulyator proqramının məsələn funksiyalarına yazmaq. Mən bilmirəm göstərmişdim yoxsa yox. Məsələn, kalkulyator adında bir dənə funksiya yaradıram özüm üçün. Burada demək, əslində bunu klassla eləmək daha yaxşı olardı. Topla çıx. Əslində ağlım biraz şeydir. Getdi klasslara. Fikirləşdim ki, bunu hər dəfə toplama, bölmə, nə bilim, çıxma funksiyasını yaradıb eləsin eləyəcəm.
Amma neynək? Kalkulyator proqramını yaratmışıq. Funksiyanın daxilində bir funksiya yazarıq sizlə. Yəni bu da mümkündür. Def toplama. Pas verək hələ ki def çıxma. Qırmızı xəttləri görməmək üçün pas verirəm ki, yəni yerinə def vurma. Məsələn, hələ ki bunlar yaxşıdır. Əslində bu biraz qarışıq olacaq, amma tay olsun da neynək. Burada məsələn return A plus B eləyək. Burada return A minus B eləyək. Biraz qəliz proqram yazırıq uşaqlar əslində. Yəni mən bunun nəticəsini fikirləşirəm. Burada da biraz inteqrasiyalar var deyə funksiya içində funksiyalar. Biraz qarışıqlıq yarada bilər. Çünki bunu normalda klassdan eləyirlər və bu daha şey olur, necə deyim, önəmli olur onda. İndi isə bunu məsələn çağıraq. Dəqiqə klaviaturada problem var, hərf yazmır. Niyə? Düzəldi. Gəlin indi məsələn bunu çağıraq. Kalkulyator eləyək. A-ya məsələn 10 ilə 15-i verdim. 14-ü verdim. Lap bunu məsələn print də eləsə, hələ ki bir ortada bir şey yoxdur. Hələ ki ortada bir şey yoxdur. Yəni bu yuxarıdakı nəticəsidir. Bunu bir dənə çildiyək. Ortada yəni bir boş bir hissə var ki, heç nə, yəni non. Yəni boşluq var. Məsələn, burada toplama funksiyasını çağırmaq istəyirik sizlə. Gəlin belə eləyək. Kalkulyator funksiyasını çağıraq. 10, 15. Daha sonra ağlım biraz klasslara gedib. İstəyirəm bunu klasslar üsuluna eləyim. Funksiya daxilində funksiyadan hesablamaq üçün biraz burada bilsiz nə olacaq vəziyyət. Mən gələ hər dəfə bu kalkulyatoru bu funksiyanın daxilinə yazım. Yəni burada necə elədim? Ona görə deyirəm ya bu qarışıqlıq olacaq. Fikrimə çünki bu gəldi. Bunu əslində bilsiz necə eləyirlər? Gərək burada mən bunu ancaq onu eləyə bilərəm ki, hamısına eyni parametri verim. Hamısına AB-ni verim. Başqa cür mən bunu eləyə bilməyəcəm. Amma klassdan eləsəydim, məsələn, kalkulyator klassını çağırandan sonra toplama, çıxma, vurma və ayrı-ayrı təklikdə icra eləmək olar. Amma indiki üsulda bilsiz necə eləməliyik. Biraz ağlıma gəlmədi, mən onu yazanda elə biləm ki, şeydir, klass işləyirik, sinif işləyirik sizlə. Onu ancaq bilsiz necə eləyəcəksiniz. Siz əvvəl yazdığınız kalkulyator proqramı var. Elə bil onu şey eləyərsiniz. Necə deyim, bir dənə başına kalkulyator funksiyası yazarsınız başqa içinə. Bunu da məsələn axırda bu şəkildə elədik ya. Kalkulyator məsələn 5-3 verdik. Burada öcə hamısı icra olunacaq, elə bil. Daha hansını yazsan o icra olunacaq. Məsələn deyirəm ki, print toplama AB. Print top vurma AB. Print çıxma AB. Mən başımı qarışdıran biraz bu oldu. Burada bilsiz, yəni xüsusi bir şey olmadı əslində. Məsələn çalışdıraq baxaq. Sadəcə bir dənə funksiyanın daxilinə elə bil ki, yığdıq bunları və mənalı bir proqram alınmadı əslində. Çünki klassla eləmədik. Klassla eləsəydik daha qəşəng səliqəli bir proqram alınacaqdı. Amma gəlin bu şəkildə də sizə izah edeyim ki, bunu məsələn necə eləyəcək? Bu iç-içə funksiyalardır. Məsələn,
Biz sizlə dekoratorlar, iteratorlar keçəcəyik. Bu sadəcə görünüş kimi məlumatdır. Onları daha geniş keçəndə məsələn siz özünüz görəcəksiniz. Məsələn burada toplama, çıxma, vurma funksiyası kalkulyator funksiyasının içindədir. Məsələn ona görə də eyni parametrlər məsələn bir-birində olmalıdır. Mən məsələn onu nəzərimdə saxladım. Və sən sanki bilirsən nə edirsən. Burada bunu returnla verməyimizin də səbəbi elə bir ki, sən burada belə bir şey edirsən. Toplama adında bir dənə dəyişən yaradırsan ki, onun nəticəsini bu yazırsan, A plus B. Bununla bunun nəticəsi elə bil ki, bu sətirlə bu sətir eyni şeydir. Sən sadəcə onu bir funksiya halına gətirirsən. Yəni burada ona görə deyirəm ki, mənalı alınmır. Sən qısaldmaq əvəzinə çoxaldırsan. Toplamanı məsələn bu şəkildə edirsən, çıxmanı bu şəkildə edirsən. Bir dəyişənə elə bir ki, dəyər atırsan. Necə ki, return dediyi ki, o işə yarayır. Sən bu işləri elə bir ki, uzadırsan, işini artırırsan. Sadəcə burada mənalı olan hissə odur ki, sən hamısında, sən burada A, B-nin əvəzinə başqa şeylər yaza bilərsən, başqa dəyərlər yaza bilərsən. Amma burada yazanda isə eyni parametrdən istifadə edirsən, çünki iç-içə funksiyalardır. Bu, printdən ona görə istifadə edirik ki, nəticələrin çapını görək. Funksiyanı çağırandan sonra print eləsək uyğun olmayacaq, yəni düzgün olmayacaq. Çünki bu funksiya çağırıldığı anda eyni momentdə bunları başlayacaq icra eləməyə. Bunların icra edilib qutarandan sonra print edilə bilmirsə, yəni returndan sonra biz demişik ki, proqramlar işləmir də, düzdür? Yəni mən burada nə qədər print yazsam ki, toplamanı çıxar, çıxmanı çıxar, gəlməyəcək. Çünki heç onu tapa bilmir funksiya. Print toplama yazanda gəlmir. Çünki funksiyanın daxilindədir. Xaricinə qlobala çıxışı yoxdur, lokaldır. Biraz sizlə gələcək dərsləri biraz qarışdırmış oluruq, amma yenə də indidən məlumatlı olmağımız yaxşıdır. Eyni parametr olmalıdır iç-içə funksiyada ki, hamısında istifadə edilsin. İndi gələk məsələn atdım bura. Toplama funksiyasını çağırdım. Kalkulyatora AB vermişəm. Bu AB toplamada da AB vermişik. Toplamanı hesabladı. Return funksiya dayandı. Və bunun dayanan deyə bunlara keçmir. Bunun nəticəsini yazdı qırağa, göstərdi ekranda. Sonra keçir vurmaya. Vurmanı çağırmışam. Bu deyil, bu deyil. Bunu başlayır icra eləyir. Returndan sonra dayanır. Nəticəsini yazır qırağa. Sonra da çıxmanı həmçinin. Bu şəkildə kodumuz işləyir və bir-birinə uyğun olur. Yəni biraz baş qarışdırıcı bir şey oldu, amma yenə də iç-içə funksiyanı məsələn indidən görmüş oldunuz. Gələcəkdə daha geniş keçəcək sizdən dekoratordan iteratorlar. Belə hələ ki burada bir sual var. Xeyr. Aydındır. Yəni bu daha mənalı olardı ki, məsələn sən bunun əvəzinə elə bil nə edirsən? Bizim kalkulyatora yazdığımız proqram vardı. Bilmirəm onu neçənci dərsdə yazmışdıq. Dərs 4-də deyil, 3-də var yəqin ki. Burada da deyil. Hə. Burada çıxacaq. Məsələn, 6 ya da 7-də olmalı, değil mi? 6-da dövrlərdir. Biz ona kimi bir dənə kalkulyator işləmişdik, səhv eləmirəmsə. Bu da asan proqramların arasında olacaq. Kalkulyator yəni silindi belə. Hə, bir dəqiqə. Mən istəyirəm 16-mısı. Yo, tapdım elə bu. Biz burada 2-dir deyəsən şey eləmişik. Bu nədir bə? Hə. Kod burada qurtarır. Gəlin bunu bir dənə məsələn götürək sizlə. Hə, buradaydıq da biz. Dərs, yo, yeni dərs 9. Sən bunu bura atdıq. Bir dənə bunu da kiliddən çıxarın. Ya bu daha mənalı olardı, nəinki o. Def calc yazıram bura. Bunu da yerinə bunu qoyuram. Və sadəcə burada biraz maraqlı olan onu eləyə bilərik ki, neynədir? Hə. Burada bir dənə maraqlı onu eləyə bilərik ki, kalkulyatorun parametri istəsək məsələn şey ola bilər. Burada əməliyyatlardan biri ola bilər. Sən bunu eləyə bilərik əslində. Başqa cürdə sən bu yenə də deyirəm daha mənalı olar ki, sən kalkulyator proqramını çağır ki, bu sənin proqramını işləsin. Sən toplama
Burada ədəd daxil eləməli idim, səhv eləmirəmsə. İlk input nədir? Hə, ədədi soruşur. Hə. Burada məsələn beləsinə bir vəziyyət var. Gəlin məsələn sizlə nə edək? Kalkulyator proqramında demək. Bura. Sən A ataq bir dənə. Və. Bunu götürək buradan. A, bir dəqiqə neynədim? Bunu bura ataq. Əməliyyatı da bura yazaq. İndi vəziyyət necə olur? Gəlin belə baxaq sizlə. Bu əməliyyat ümumiyyətlə şeydən çıxdı. Yəni bu defin daxilində deyil artıq. Sən burada əməliyyata bir qiymət daxil edəcəksən. Birinci input səndən onu soruşacaq. Sonra həmin o daxil elədiyi kalkulyatorda yerinə qoyacaq. A parametrini alacaq. Sən artıq burada əməliyyat yox, gərək hamısını A eləyəsən. Gələ onda biz bunu əməliyyat eləyək. İşimiz daha qısalınsın, elə bil ki. Bunu da A eləyək. Bir dəqiqə izah edəcəm indi. Hə. A-ya mən bir dənə input verirəm ki, mən burada əməliyyatları seçəcəm. Sonra həmin o A-nı bura daxil edirəm, atıram bura. Sonra həmin A əməliyyatın qiymətini alır və başlayır burada o şərtləri yoxlamağa. Bu üç sənə başa düşdük? Bir dənə. Bəli, başa düşdüm. Tamam. Məsələn, biz bunu da görmək üçün bunu buradan çıxarıb ayrıca yazmalıyıq. Məsələn, görsən, indiki vəziyyətdə biz onu görmürük. Ancaq bunu yazandan sonra görürük. Ona görə onu da çölə çıxarmağımız daha məqsədə uyğun olacaq. Sən bunu buradan bir də Ctrl-X edirsən. Düzdür, biraz o da məntiqsiz olur. Çünki yenə deyirəm, klassla eləmirik artıq. Sən birinci şeyi görməlisən ki, ondan sonra o əməliyyatları görəsən. Məsələn, mən bura bir də burada olmayan bir əməliyyat seçeyim. Hə, açdım yüzüm. Çox ədəd daxil elədim, bir dəqiqə. 10. Hə. Bir dəqiqə. Bizdə burada əməliyyatı soruşur birinci. Mən bir dənə bunu yazımı qoy bura. Ki, bizim qarışdırma. İstədiyiniz əməliyyatı daxil edin. Bunu mən bura qoymalıyam ki, biz çaşmayaq. Hə. Artıq doğrudur. Atdıq əməliyyatı, sonra ədədi yazırıq. Ədədi yazandan sonra hə, indi belə bir məsələ var. Ədədi yazandan sonra biz təzədən əməliyyat daxil edirik. Yox. Gəlin bir dənə. Belə. Ədədi yazandan sonra əməliyyata ehtiyac yoxdur. Məsələ nədir? Çünki əməliyyat bayaq buradaydı, kalkulyator funksiyasının daxilində idi input kimi. Amma biz onu kənara çıxardırıq. Bir də bu kodun əvvəlki vəziyyəti haradaydı? Siz onu başa düşdünüz ümumiyyətlə, yoxsa əvvəlki vəziyyətini bir də göstərim? Bilirsiniz nəyi demək istəyirəm mən burada? Hə, əgər başa düşdünüzsə, elə orada bir dənə əziyyət çəkməyin. Elə mən bunun üzərində izah edeyim. Baxın, biz burada əməliyyat input, yəni əməliyyatı əvvəlcədən daxil eləyirdik. Sonra onun üzərində şərtlər yoxlayırdıq. Şərt yoxlanan əməliyyatı daxil elədik. Əməliyyat bax buradaydı, səhv eləmirəmsə, X-dən Y-in arasındaydı. Ədəd daxil edirik, əməliyyatı daxil edirik, sonra növbəti ədədi daxil edirik. Belə davam edirik. Amma indiki vəziyyətdə bizim birinci bizdən tələb olunan input hansıdır? Bax bu A inputu. Bizdən birinci tələb olunan budur. Bunu bizdən tələb elədi. Biz bura bir dənə qiymət atdıq. Bu qiymət gəldi kalkulyatorda öz yerini aldı. Artıq sən funksiyanı çağırdın. Funksiyanı çağırandan sonra bura qarışmırsan. Bunun gövdəsi başlayır icra olunmağa. Birinci input var, ikinci input var. Bunları daxil eləməlisən öz yerində.
şərt artıq icra olunmuş olur. Sən bunları daxil edəndə şərt artıq icra olunmuş olur. Nəyə görə? Çünki sən əməliyyatı əvvəlcədən təyin eləmisən deyə. Artıq sənin kodun, belə deyək, sənin proqramın, sən bura ədədi daxil eləyəndə bilir ki, mən hansına onu aparıb yerinə qoyacağam. Bura mı qoyacağam, bura mı qoyacağam, bura mı qoyacağam və yaxud da bura qoyacağam. Və bu da belə. Bir dənə bu hissəni başa düşün ki, yəni sən artıq burada əməliyyatı daxil eləyəndə artıq bunlardan hər hansısa biri icra olunmuş olur. Bir dənə gözləyir ki, sən ədədləri yazasan. Yəni birinci buranı tapır. Məsələn, mən burada toplama əməliyyatını tapmışam. Artıq bunları görmür. Gözləyir ki, bir dənə x-la y atım, mən burada ədədləri yerinə qoyub yazacağam. Tabii də şərt yoxlanmır ki, mən burada əməliyyata plus verdim, yoxsa minus verdim. Onu əvvəldən yoxlayır. Mən bura minus verdim, məsələn. Bir dənə bunu saxlayıb qalanların məsələn atacaq kənara və başlayacaq nə etməyə? X-i daxil elə, Y-i daxil elə, sırazı yerinə qoyub hesablayacaq. Gəl məsələn yoxlayaq. 10, məsələn 7, cavab 3. Sonra vurma, məsələn 11, 3, cavab 33. Bir dənə bölməni də eləyək, məsələn 15, bağışlayın. 15, 5, 3. Bu da bölmə. Hə, indi gələk else hissəsinə. Mən bura məsələn gəldim, daxil elədim hər hansısa bir fərqli bir işarəni. Elə deyək ki, məsələn daxil elədim, nə bilim 2 dənə ulduz. Artıq burada şərti yoxlamaq məcburiyyətində qalacaq kompüter. Səndən yenə də inputları soruşacaq. Sən inputları daxil eləyəsən, şu başlayacaq şərtdə sənin yazdığın vaxtlarmağa. Yəni düz avtomatik o artıq bilir. O bilir ki, yəni sən else-in icra olunacaq. Amma yenə də səndən bunları məsələn soruşacaq ki, sən bunları ver mənə, ondan sonra mən sənə else-ni gətirim göstərim. Məsələn baxaq. Müəllim, biz burada kökaltını falan hesablamaq üçün import məhz eləməliyik. Kökaltını sən şeylə də hesablaya bilərsən. Qüvvət üstündə 2/1, 0.5-də yəni. Match security ilə də eləyə bilərsən, amma o şəkildə də eləyə bilərsən. Bax məsələn gördünüz bayaq ki, else söhbətin. Kompüter bilsə də o else-də üçün məcburdur interpretatora görə bunları daxil eləsin. Buraları səndən istəsin. Sən daxil eləyəndə də deyir ki, şeydir. Bu əməliyyatlardan birini seçin. Baxarsan ki, mən səhv eləmişəm, 2 dənə ulduz atmışam. Bu da belə. Aydın oldu? Aydındır. Tamam. Yəni biraz maraq qatmağa çalışdıq. O da məsələn bu şəkildə elədik ki, əməliyyatı parametr götürürsən və yaxud da siz məsələn gedib şey eləyə bilərsiniz. Parametr olaraq x-i y daxil götürə bilərsiniz. Əməliyyatı da səndən soruşsun. Məsələn bunu da tapşırıq kimi bir nəzərinizdə saxlayın. Yəni necə eləyəcəksiniz bunu bilirsiniz məncə. Dəyişəcəyiniz hissələr də bilirsiniz. Yəni məncə çətin olmaz sizin üçün. Aydın oldu? Bəli. Hə. Tamam. Yəni biz bir dənə burada nə etdik? Əməliyyatı inputun məsələn götürüb parametr kimi hesabladıq və onu parametr olduğu kimi də belə deyək, qiymətin yerinə qoyduq və funksiyamızın nəticəsini əldə etmiş olduq. Hər iki funksiyalardan sizə bu qədər keçəcəm. Yəni növbəti dərslərdə funksiyaların biraz xırdalıqlarına doğru gedəcəyik sizinlə. Yəni mən bu gün istəyirəm ki, təməl belə məlumatlarınız olsun. Hələ ki funksiya yaratmağı bilin. Funksiya daxilində gövdəsində olan məsələn kodların icra sırasını bilin, onların işlənmə qaydasını bilin. Məsələn necə ki deyirsən, bir şeydə nətər deyim, misalda məsələn orada birinci vurma bölmə icra olunur. Məsələn toplama çıxma sonra əməlidir. Amma bir dənə mötərizə gələn ki, mən birinci o icra olunur da, birinci mötərizəyə baxıb sonra keçirik vurmaya, bölməyə və s. Həmin burada da funksiyanın belə deyək rolu odur. Funksiya elə bil ki, mötərizədir. Sən onu çağırırsansa, birinci funksiya icra olunacaq. Sonra onun daxilindəki vurmadır, bölmədir, toplama, çıxmadır. Yəni sən onu məsələn qoymasan o mötərizəni, icra olunmayacaq. Ekranda da heç bir nəticə görməyəcəksən. Ekranda nəticə görmək üçün printdən istifadə edəcəksən. Funksiyaya qiymət vermək üçün returndan istifadə edəcəksən. Və funksiyanın qiymətini görməkdən ötürü yenə də printdən istifadə edəcəksən. Nəyi print edəcəksən? Funksiyanın özü. Returndan verilmiş funksiyalar. Orada sənin aldığın ədəd ki, dəyər ki var, qiymət, indi string də ola bilər, list ola bilər, hər hansısa bir data tipi. O da sənin funksiyanın nəticəsidir. Sən orada elə bir ki, funksiyanın bir dəyişən yerinə qoyub, returnda da ki, mənimsədmə əməliyyatını aparırsan.
Bu da bugünkü elə bil ki, dərsin qısa bir öz keçmişi olsun. Belə, kimin nə sualı var? Aydındır hər şey mən. Tamam. İnşallah onda növbəti dərsdə funksiyalarda geniş-geniş keçmiş olarıq. Ayın axırına qədər klassları da keçəcəyik sizlə. Yəni artıq qəşəng mövzulara keçirik. Biz sizlə fevralın dəqiqə. Həsən. Həsən çoxdan çıxmışdın, yoxsa? Mənim indi hardasa 2 dəqiqə olar Wi-Fi getdi, birdən ona görə atdı. Hə, problem deyil. Mən burada şeyləri sayırdım, bugünkü əməliyyatlarla bağlı. Onları sən başa düşdün, yoxsa eşitmədin? Başa düşdüm, mən burada demişdim. Hə, tamam, qəşəng. Yəni əsas məsələ odur. Yəni bu gün nələrdən danışdıq, nələri keçdik, onları bir dənə bilin. Növbəti dərslərdə də sizə asan olsun. Yəni çünki növbəti dərslərdə funksiyanın biraz qarışıq hissələrini görəcəyik, qarışıq üzlərini görəcəyik. Dediyim, nə bilim, qlobal, lokal dəyişənlər olsun, generatorlar, dekoratorlar olsun, iç-içə funksiyalar və built-in funksiyalar hamısını məsələn sizinlə keçmiş olacağıq. Bunlar belə. Hə, dediyim kimi bu gün məsələn ayın 15-dən biz 3-cü aya keçmiş olacaq da səhv eləmirəmsə fevral, mart 1 ay keçmişik. Növbə 2 ay. 2 ay olacaq ki, biz dərs keçirik. Artıq sizlə funksiyaları bu ayda qurtarıb klasslara keçəcəyik. Yəni daha belə deyə ciddi mövzulara daha tez keçmiş olacağıq. O da sizin yaxşı öyrənməyinizə bağlıdır ki, sürətiniz yaxşı olub indiyə kimi. Biz gecikməmişik. Mən bir Belə. sual verə bilərəm. Buyur. Mən bu Pythonda şahmat filan yazırlar. Onlar da funksiyada yazırlar. Təbii ki, sən ümumiyyətlə Pythonda nəsə yaratmaq istəyirsənsə, atıram, məsələn bir nə bilim veb saytın back-endini yaratsan və yaxud da bir oyun yaradacaqsan, bir süni intellekt proqramı yaradacaqsan, bir nə bilim desktop proqramı yaradacaqsan, istənilən də nə yaradacaqsansa, sən funksiyadan istifadə edəcəksən. İstənilən modulda sən funksiyada istifadə edəcəksən. İstənilən klassda funksiya olacaq. Funksiya olmasa sənin işin getməyəcək. Yəni bunu bil. Məsələn, bir oyun yaradırsan, deyək ki, burada məsələn Pygame modulunu mən sizə keçərəm. Yəni bu Pygame məncə syllabusda yazmamışdım, amma istəyə bağlı keçə bilərəm onu. Vaxtımız olacaq bizim məncə. Sən funksiyalar yazırsan. Məsələn, irəli getmə, geriyə getmə, havaya uçma, nə bilim, toqquşma funksiyası. Bu vəziyyətlərə elə bir ehtimal edib bir funksiya yazırsan. Məsələn, hər hansısa bir veb sayt götürək. Məsələn, hər hansısa bir veb saytdır deyək ki, məsələn Instagram. Bax burada sənin gördüyün hər şey var. Hər düymə bir funksiyadır. Bura toxunmaq belə bir funksiyadır. Nə bilim, bu düymənin özü də bir funksiyadır. Yəni mən bu düyməyə basanda məsələn hansı proseslər keçsin. Bax burada nə görsən. Veb saytı da elə yığırlar. Məsələn, indi bu Instagram biraz geniş sistemli deyil də. Login olan sistemlər ki var. Məsələn, home hissəsidir. Məsələn, adicə bu Google-un özündə. Bax burada yaradılan pəncərələr də bir funksiya ilə yaradılıb. Bura nəsə əlavə edə bilirsən. Bu düymələrin özləri. Yəni funksiya hər şeydə istifadə edəcəksən Vaqif. Bunu nəzərində saxla. Ona görə bu dərsi mütləqdir ki, yaxşı bilməlisən. Çünki funksiya bir metoddur. İstənilən data tipində metodu var. İstənilən data tipin metodu var və istənilən data tipi müəyyən bir klassın nəzdində gedir deyə, müəyyən bir klass gedir deyə. Həmin o klassdakı metodlarda sənin klassın daxilində yazılan funksiyalardır. Məsələn, biz keçəndə mən bu bir qarışıq bir proqram yazdım sizlə. İç-içə funksiyalar. Bu bilirsiniz neçə 2-3 dərsin sonranın dərsidir əslində. Ki burada bəzi məqamlar var. Məsələn, onu klassla yazanda görəcəksiniz ki, ayda necə maraqlıdır. Yəni funksiyadan da böyük klass var. Sən burada funksiyanı çağırırsan, ona dəyər verirsən. Amma klassı keçəndə birinci klassı çağıracaqsan. Nöqtə qoyarsan, funksiyanı yazacaqsan. Sonra da funksiyanın parametrlərini verəcəksən. Birinci funksiya hesablanacaq və klassın yerinə qoyulacaq. Yəni biraz belə deyək, vəziyyət getdikcə böyüyür. Klassdan da böyük modullar var. Modullarda klassların köməyi ilə yazılır, yaradılır. Bax belə mövzular arta-arta gedir. Aydındır? Bəli. Başqa nə sual var?
Hiçbir şey. Başqa sual yoxdursa, inşallah növbəti dərs 6-cı gün görüşərik sizlə. Ya da 5-ci gün falan yazarsınız sizə uyğun olan vaxtda, ya da kiminsə işi falan olsa eləsə əvvəlcədən. Yəni alınsa səhər üzü keçərik. Ən pis halda da axşam çağı keçərik sizlə. Tamam. Oldu. Oldu mən. İnşallah görüşərik. Sağ olun, sağlıqla qalın. Sağ olun. Sağ olun mən. Sağ olun, sağ olun.